İnsanlar bunu sanki elə bilirlər ki, mən təmizkaram şəklində bilirlər və hər şeyə toxunduqdan sonra o əl yumalar olsun, bir müddətdən sonra əl yumaların sayı artır. Yəni ki, bir dəfə yumaqla yetinmə yox, müəyyən sayla yumalar olur. Ondan sonrasında artıq bunu dayandıra bilməmə halına qədər gəlib çıxdığında artıq valideyni gətirir başının üstündə qoyur ki, sən mənə denə ki, artıq dayan, yetərlidir, dayan, onu eləmək. Bundan başqa digər təmizlik, ev təmizliyində çox aşırı təmizliyə gedə bilirlər ki, bu saatlar, günlər çəkə bilir və başqa heç bir şeyə vaxt ayıra bilmirlər. Getdiyi yerlərdə toxunduqları şeylər, evə gəldiklərində bütün çöldəki paltarları çıxartmaq, maşına atmaq, yumaq. Digər ailə fərdlərindən də bunu tələb eləmək ki, çöldən gəldiyinizdə bütün paltarları qapının ağzındaca çıxardın və yaxud da gedib çimizdirmək, yəni ki, yoldaşını, uşaqlardan bunu tələb eləmək. Bizə çox vaxt gəliş şəkilləri özlərinin bezməsi şəklində olur. Özləri o dərəcədə bezə bilirlər ki, hətta artıq yaşamaq istəməyə də bilirlər. Ən çox isə yoldaşlarının, həyat yoldaşlarının ısrarı üzərinə gəlir. Çünki çoxlu miqdarda su istifadəsi olur, çoxlu miqdarda təmizlik deterjanları istifadələri olur və əllərinin, dərilərinin də zədələnməsi baş verir bu səbəbdən. Yəni, belə ağır bir gedişatda bir xəstə.